Davam edirəm conditionsla. If görmüşəm. Yadda saxlayıram ki, conditional one-dan, if-dən sonra present simple, onun da uzlaşması future simple-a gedəcəkdir. Future simple-a uzlaşıbdır. Təbii ki, mən if-dən sonra would-u və buradakı had-i, çünki uzlaşması mümkün deyil will-lə. 2 will bir cümlədə gələ bilməz, sildim və past simple-la uzlaşması will mümkün deyil, sildim. D variantını indiki zamanla isə uzlaşma tam olaraq doğrudur götürdüm. Yenə mən if görmüşəm və id ilə will uzlaşa bilməz, dərhal sildim. Will, if-dən sonra will gələ bilməz, dərhal sildim. Willləri dərhal sildim. İkisi arasında qalanda deyir ki, if it snows, we will make a snowman. Deyir ki, qar yağsa biz qar adamı düzəldəcəyik. Təbii ki, mən tomorrow-ya görə idini də dərhal buradan silirəm və mənə doğru variantım Y variantı olacaqdır. Davam edirəm, yenə if görmüşəm. If-dən sonra will-i dərhal siləcəm. İdi ilə will-in uzlaşması mümkün deyil. If you heat water, it boils. Mən A variantını burada rahatlıqla götürə bilirəm. Deyir ki, onu isidəndə qaynayır. 100 dərəcədən heat indiki zaman idi. Keçmiş zaman uzlaşması mümkün deyil. Would keçmişə nəzərən gələcək zaman, yəni are, yar, yer və will-lədəki gələcək zamanla future simple uzlaşması mümkün deyildir. If dey. Live keçmiş zamanda, won't isə gələcək zamanda uzlaşma mümkün deyildir. Have indiki bitmişdi. Would isə would have olaraqdan təbii ki, uzlaşması bunun gedəcəkdir. Yalnızca past perfect, yəni would have bərabərdir. Past perfect. Past perfect yəni had üstə gəl, participle to, mütləq ki, bunu unutmayaq və live indiki zaman wouldn't, are, yar, yer, future-ində past dərhal sildim. Will indiki zaman, lakin yadda saxlayaq ki, if-dən sonra will gələ bilməz, dərhal sildim və if they had left earlier, they wouldn't have missed. Deyir ki, əvvəlcədən daha erkən tərk etmiş olsaydılar, avtobusu buraxmış olmayacaqdılar. Yadda saxlayırıq ki, conditional 3-dür, 3-cü versiyada if üstə gəl past perfect, yəni had üstə gəl participle to, onun da uzlaşması would have üstə gəl participle to-ya gedəcəkdir və keçmişə aid olan mövzuumuzu ifadə etdiyimiz təqdirdə özünü göstərir. Yenə if görmüşəm, əminliklə %100 bilirəm ki, if-dən sonra will və ya would gələ bilməz. Digərlərini saxlayıram. Had ilə will-in uzlaşması mümkün deyil, sildim. İdi ilə would-un uzlaşması mümkündür, lakin idi ilə will-in uzlaşması mümkün deyil. B variantını doğru götürür. Yəni if-dən sonra mən bu present simple-dır. Sadəcə present perfect olduğunu dərhal beynimdə gedir, o səbəbdən silmək istədim. Hələ ki, mən ilkin mərhələdə present perfect olaraq Y variantını silmək istəyirəm, digərlərini saxlayıram. Have indiki zaman da present simple-dır, bu past simple-dır, sildim, uzlaşması mümkün deyildir. If I had enough money, B variantını götürürəm. Deyir ki, kifayət qədər pulum olsaydı, I would buy, yeni maşın alardım, yar, yer, uzlaşma tamamilə doğrudur. Had-lə will-in uzlaşması mümkün deyil, dərhal sildim. Have-lə would-un uzlaşması mümkün deyil, dərhal sildim. Yəni if görmüşəm cümlənin ortasında və yadda saxlayıram ki, if-dən sonra will-in gəlmə ehtimalı 0-dır. Ask indiki zaman past simple uzlaşma mümkün deyil, sildim. Had asked for directions, would given. Təbii ki, B variantı doğru olacaqdır. Bu conditional sözdür. Deyir ki, if üstə gəl past perfect uzlaşma gedəcəkdir. If üstə gəl past perfect uzlaşma bərabərlik gedəcəkdir. Would have üstə gəl participle to ki, given da burada participle to funksiyasındadır. Ask-la would-un uzlaşması mümkün deyil, sildim. Had-lə will-in uzlaşması mümkün deyil, dərhal sildim. Yenə if görmüşəm cümlənin ortasından və başa düşürəm ki, if-dən sonra will və yaxud da would gələ bilməz. Digərlərini saxlayıram. Paint the walls, the room would be. A variantını dərhal uzlaşma baxımından, tərcümə baxımından götürürəm. Present simple-ın would-la uzlaşması mümkün deyil, sildim. Və past simple-ın da future simple-la uzlaşması mümkün deyildir, dərhal siləcəm. Gedirəm növbətiyə. If gördüm və if-dən sonra başa düşürəm ki, will-in gəlmə ehtimalı 0-dır. Və deməli, present simple-la future in the past, yəni keçmişə nəzərən gələcək zamanla indiki zaman heç bir əlaqəsi yoxdur. Bu indiki bitmiş deyil ha. Bu indiki zamandır sadəcə olaraq. Bu məsəl üçün keçmiş zamandır. Çünki bunun participle to-su yoxdur.
Və if we had more rain, we would grow. C variantı doğrudur. Keçmiş zamanla, keçmişə nəzərin gələcək zaman uzlaşmasıdır. İki would bir cümlədə zaten gələ bilməz. Had past simple'dır burada. Past simple'dır və bu isə future'dır və bunların uzlaşması mümkün deyildir dərhal. Siləcəm. Yenə mən burada if görmüşəm və ifdən sonra mən dərhal silmək istəyirəm. Budur. Have present perfect olaraq, yəni bir də would-u. İkisi arasında qaldım. Had past perfect'in uzlaşması gedəcəkdir. Would have second participle to-ya. Çünki buna biz dedik ki, third conditional götürdüm. Dını dərhal sildim. Gedirəm 11-ə. Cümlə ortasında if görmüşəm. Ifdən sonra mən would-u sildim. Digərlərini saxlayıram. Hələ ki wouldn't have, deyir ki you wouldn't have got into trouble if you had obeyed. Deyir ki əgər ki göstərişlərə uysaydın sən belə bir çətinliyə düşmüş olmazdın. A variantını həm tərcümə həm də ki qramma baxımından tam olaraq third conditional'ı götürdüm. Yəni ki şərtin 3-cü versiyası olaraqdan. Wouldn't have olmalıydı burada. Nəyim çatmır mənim? Would not have'im çatmır. Have verməyib də sildim. Və hadn't got into trouble. Deməli ki, ifdən sonra would'u zaten silmişdim. The variantını sildim və would have got if you had obeyed olmalıdır. Yəni had'im çatmır ki, bu iki uzlaşma özünü göstərsin ki, third conditional əmələ gəlsin. Y variantında bu şəkildə silərəm. Gedirəm, yəni if'i görürəm və ifdən sonra would'u, will'i, present perfect'də have dərhal atdım. Yəni ki, ikisi variant arasında qalandan sonra başa düşürəm ki, present perfect'in uzlaşması, past perfect'in uzlaşması past perfect'lə mümkün deyildir. Anı attım və cını götürdüm. Çünki past perfect'in uzlaşması məhz would have, yəni ki, üstəgə participle to-ya gedəcəkdir ki, bu da third conditional əmələ gətirəcəkdir mənim üçün. 13 ilə davam edirəm. Yenə cümlənin ortası if görmüşəm. Ifdən sonra mən would-u dərhal attım, would-u attım, will attım. İkisi arasında qalaramsa both keçmiş zamandır. Hə present simple uzlaşması mümkün deyil. Attım A variantını. Doğru variantı olaraq götürdüm. Gedirəm 14'də what, yenə if gördüm cümlənin ortasında. Ifdən sonra will'i attım, won't attım, would attım. Y variantını təbii ki, dərhal doğru götürəcəm. Unutmayaq bunu ki, ifdən sonra will, won't, wouldn't gələ bilməz. Ifdən sonra will'i attım və digərlərini saxladım. Hələ ki, left ilə is uzlaşa bilməz. Sildim və leave, won't, C variantı doğrudur. Had left, ifdən sonra if we had left the car here, it wasn't. Təbii ki, bunun heç bir conditional'la uzlaşması mümkün deyildir. Live-lə də wouldn't uzlaşa bilməz. Amma Jenny götürsəm deyir ki, if we leave the car here, it won't be in anybody's way. Deyir ki, maşınımızı bura buraxsaq, o heç kimin yolunun üstündə olmayacaqdır. 16'ya gedirəm. If yenə görürəm ikinci hissədən. İkinci hissəyə baxmağa ehtiyac yoxdur. Çünki bir hissəli veribdir. What if you found. Ifdən sonra found past simple veribdir və bunun uzlaşması gedəcəkdir əlbəttə ki, conditional second-da. Məhz bu səbəbdən də bunların ikisini də attım və would axtarıram. Would'um görüm varmı? Bəli, what would you do? Təbii ki, deyir, nə edərdin? Əgər ki, sən oğrunu tapmış olsaydın öz evində, burada belə yadımda saxlayıram ki, if üstəgəl past simple, bunun da uzlaşması gedəcəkdir would-a, yəni future in the past-dən. Yenə burada mən if görürəm, ifdən əvvəl would görmüşəm, bu future in the past, yəni yer. Bunun da uzlaşması would-a heç bir təqdirdə gedə bilməz, will-ə heç gedə bilməz ifdən sonra və getlə got arasında qalanda would mənə gotu deyir götür. 18'ə baxıram, yenə mən if görmüşəm cümlənin ortasında. Will-ləri sildim, would-u sildim. Yalnız birindən 3 avtomatik qalacaqdı, başqası qalmır. Yenə mən if gördüm, ifdən sonra will, would attım. Yenə məndə 1 və 4 doğru variant olaraq qalacaqdı. If gördüm, ifdən sonra mən will'i attım. Və doesn't might'ın uzlaşması mümkün deyil, had'lə will'in uzlaşması mümkün deyil, didlə will'in uzlaşması mümkün deyil. Yeni dərhal götürdüm. Yenə mən if gördüm, ifdən sonra mən
dərhal atacağım. Present perfect-dir. Future simple-ı və yaxud da ki, future simple-ı atdım. Variantını dərhal 3-cü conditional olaraq götürəcəm. Yenə mən if gördüm. If-dən sonra would-u, will-i atandan sonra getməliyəm uzlaşmaya. Will-lə həddin uzlaşması mümkün deyil və yaxud da ki, həzlə would-un uzlaşması mümkün deyil. Y variantını doğru götürdüm. Yenə mən if gördüm. If-dən sonra mən will-i sildim və would-u dərhal sildim. Getməliyəm uzlaşmaya. İndiki zamanlı gələcək zaman dərhal götürəcək özünü birinci conditional olaraq da new ikinci conditional olaraq götürəcəkdir və 4-ü götürəcəm. Yenə mən if-i gördüm. If-dən sonra will-i atdım və getməliyəm uzlaşmaya. If you had arrived, you would have got a seat. B variantını doğru götürəcəm. Əlbəttə ki, id ilə get uzlaşa bilməz. Arrive indiki zamandır və bunun would-la heç bir əlaqəsi yoxdur, uzlaşa bilməz və had arrived, had got təbii ki, iki keçmiş bitmiş bir cümlədə gələ bilməz. If-dən sonra mən will-i atdım, would-u atdım, uzlaşmaya getməliyəm. İdi ilə want-un uzlaşması mümkün deyil. Dərhal sildim. If she had listened, wouldn't have turned the variantını dərhal götürdüm. İki keçmiş bitmiş bir cümlədə gələ bilməz. If gördüm yenə. If-dən sonra mən will-i atdım və getməliyəm uzlaşmaya. If you didn't belong to a union, you couldn't get. A variantını doğru götürəm. Deyir ki, əgər sən hər hansısa bir birliyə aid olmuş olmasaydın, sən iş əldə edə bilməyəcəydin. Buradakı kodu mən would kimi qəbul edirəm. İdi ilə can uzlaşa bilməz sildim və hədlə də won't uzlaşa bilməz sildim. Don't-la da would uzlaşa bilməz. Dərhal silirəm. Yenə if gördüm. If-dən sonra will-i atım uzlaşmaya. Gedirəm indiki ilə gələcək uzlaşar. Keçmişlə keçmişə nəzərin gələcək zaman uzlaşar və come-la would uzlaşa bilməz əlbəttə ki, amma come-la don't uzlaşa bilər. If you come late, they don't 4-ü götürəcəm. Ona zero conditional deyirəm. If-dən sonra yenə mən will-i atdım və uzlaşmaya gedəcəm. If he goes, beni götürəcəm. Əlbəttə ki, when-lə will-in uzlaşması mümkün deyil. İndiki zamanla keçmişə nəzərin gələcək zaman uzlaşması mümkün deyil və hədlə də won't uzlaşa bilməz əlbəttə. Dərhal atıram və 29-da if gördüm, will-i atdım, would-u atdım. Uzlaşmaya gedirəm və mən got-la have uzlaşdıra bilmirəm. Atdım, D variantını doğru götürəcəm.